Salam əziz dinləyicilər, bugün sizə Kral N13 modelinin təqdimatını edəcəm. Çəkisi 3 kg 200 qram, kalibri 4.5 mm, lülə uzunluğu 45 cm olan modelin ümumi uzunluğu 115 cm bərabərdir. Taktik bundaqda olan gördüyünüz modelin üzərində fiberoptik gəz və arpacıq sistemi mövcud. Gördüyünüz kimi avtomatik qoruyucu sistemi mövcud. Kral N13 modelinin həm spring, həm də qaz piston modeli mövcuddur. Üsvanın lüləsinin lüləsindən çıxış sürəti 305 m/saniyə, arası 1000 fitdir. Gülləsinin enerji dəyəri 25.50 Joule-dur. Vuruş məsafəsi 60-70 metrə bərabər. Dediyimiz kimi N13 modeli normal pil güllərinin 0.9, 0.51, 0.67 olanları 305 m/saniyə sürətlərlə sürət çıxarda bilir və biraz daha ağır güllə modelləri var ki, öz tayını məsələn King modeli var və Don modelləri var. Bunlar 0.99 qram, 1.5 qram. Bunlar artıq 270-280 m/saniyə sürətlə güllədən çıxarda bilir. Model çox gözəldir və əvvəlki modeldən fərqli olaraq, N11 modelindən fərqli olaraq çəkisi 500 qram daha yüngüldür və güc olaraq da ondan daha üstündür. Sistem barrel brake sistemidir. Gördüyünüz kimi bir ədəd güllə yerləşdirdik. Silah bu dəqiqə avtomatik qoruyucunu işə saldı. Ateş açmaq üçün